Salam hörmətli Azpoz istifadəçiləri. Bugün sizə Azpoz satış tətbiqimizdə bonusla ödəniş haqqında məlumat verəcəm. İlk növbədə müştəri seçə daxil oluruq. Daxil olduqdan sonra müştərinin üzərinə klik edirik. Qarşımızda belə bir list açılır. Burada bonus müştəriyə klik edirik. Klik etdikdən sonra qarşımızda bonusla ödəniş edən müştərilərimizin siyahısı gəlir. Buradan hər hansı bir müştərini seçirik. Məsələn, Süleyman. Seçim etdikdən sonra onun hansı məhsulları aldığını seçirik. Məsələn, Samsung, kompüter avadanlığı, mouse və s. Bundan sonra hesab bölməsinə daxil oluruq. Müştəri pulun yarısını bonusla, yarısını da kart və ya nağd şəklində ödəmək istəyir. Bu zaman bonusa baxırıq. 4 manat 80 qəpik. Bonusu daxil edirik. Daxil etdikdən sonra bonusla ödə seçimini edirik. Qalan məbləği isə nağd ödəyi seçim edərək həyata keçiririk. Buradan satıcını seçirik. Beləliklə bonusla ödəniş həyata keçdi.